Hitachi-ს მასივრების დიდი არჩევანი Elite Electronics-ში. შეიძინეს სასურველი მოდელი და მიიღეს საჯუქრად მტვერსასრუტი. Elite Electronics-ი Hitachi-ს ექსკლუზიური პარტნიორი. თბილისის ცნობილი ბალნეოლოგიური კურორტი დედაქალაქის ცენტრში მის უძველეს უბანშია განთავსებული. ხოლო აქ ბუნებრივი გოგირდოვანი მინერალური აბაზანების გამოყენებით, წყალქვეშა მასაჟით, სამკურნალო ტალახით, პარაფინის აპლიკაციებით, ფიზიოთერაპიული პროცედურებით, ჟანგბადის კოქტეილით, ასევე სხვადასხვა ტიპის მასაჟით ინკურნება მთელი რიგი დაავადებები, ართრიტი, პოლიართრიტი, მოტეხილობები და პოსტტრავმული მდგომარეობა. ასევე კუჭნაწლავის დაავადებები, გასტრიტი, 12-გოჯა ნაწლავის წყლული, холецистიტი, ცენტრალური ნერვული სისტემის დაავადებები, ნევროზი, ნევროსტენია, გინეკოლოგიური დაავადებები. Periferiuli nervuli sistemis დაავადებები, ნევრიტი, იშიაზი, ხერხემლის ოსტეოხონდროზი, უროლოგიური დაავადებებიდან პროსტატიტი, ცისტიტი, ურეტრიტი, ნივთიერებათა ცვლის დაავადებები, სიმსუქნე, შაქრიანი დიაბეტი, ჩიყვი, ჰაიმორიტი, ლარინგიტი, კანის დაავადებები, ფსორიაზი, ეგზემა. აქ თქვენ მოგემსახურებათ კვალიფიციური და გამოცდილი სამედიცინო პერსონალი. მისამართი თბილისი, გორგასლის ქუჩა, ნომერი 9, ტელეფონი 032 272 25 51. ულტრათანამეტროვე, მრავალპროფილური, ISO სტანდარტის კლინიკა N-Medici გთავაზობთ სრულ ამბულატორიულ და ლაბორატორიულ მომსახურებას. თვალის, ფარისებრი ჯირკვლისა და მუცლისყრუს ქირურგია, გინეკოლოგია, მამოლოგია და ენდოკრინოლოგიური სტაციონარი. კლინიკა N-Medici, კლასიკური მედიცინა, პროფესიონალიზmi და მრავალწლიანი გამოცდილება. Tbilisinin tanınmış balneolog kurortu paytaxtın mərkəzində qədim məhəllədə yerləşir. Təbii kükürtlü mineral hamamdan istifadə edərək, sualtı masajlarla, müalicəvi palçıqla, parafin aplikasiyaları ilə, fizioterapik proseduralarla, oksigen kokteyli ilə və eləcə də müxtəlif tipli masajlarla müalicələr buradadır. Artrit, poliartrit, qırıqlar və posttravmatik vəziyyətlər, mədə-bağırsaq xəstəlikləri, qastrit, 12 barmaq bağırsaq yarası, xolesest, mərkəzi sinir sistemləri xəstəlikləri, nevroz, nevrosteniya, ginekoloji xəstəliklər, periferik sinir sistemləri xəstəlikləri, nevrit, işyaz, onurğa osteoxondrozu, urologik xəstəliklərdən prostat, sistit, uretrit, maddələr mübadiləsi xəstəlikləri, şişmanlıq, şəkərli diabet, zob, dəri xəstəlikləri, psoriaz, ekzema. Burada ixtisaslaşmış və təcrübəli tibbi heyət sizə xidmət göstərəcək. Ünvan: Tbilisi, Qorqasali küçəsi 9, telefon 322 72 25 51. Lejbədin kəndində LTD Rustavi 2015-in rəhbəri Gela Abuladze və əhali arasında suvarma suyunun önünün kəsilməsinə görə qarşıdurma yarandı. Əhalinin bildirdiyinə görə Gela Abuladze suvarma suyunun önünü kəsməkdən əlavə karierdən çıxan tullantıları ərazilərə tökərək torpaq qatına ziyan vurur. Bizim problem ondan ibarət ki, bizim motor vasitəsindən 500 hektara qədər 500 təsərrüfat su suluyor, istifadə edirlər. Biz də bizim suyumuzu bu Gela Abuladze kariyerin direktoru gəlib kəsibdir. Hər il kəsir. Biz açırıq, o bağlayır. Biz axırı səbəbi deyir ki, mənim kariyerimi ziyan eləyir. Mənim kariyerimi. Biz günüz açırıq, bu da gecə gəlir, bizdən xəbərsiz bağlayır. İndi
cəmaatın işçiləri əlində qalıbdı. Neçə hektar yerlər basırlasıdır, bizi su istifadə edilmir. İstifadə edilmir. Ondan başqa bu kariyer bütün torpağın 3 qatını hamısını məhv edib gedir. Oradan çıxan atxotlara aparıb torpağın üstünə tökürlər. Bu da torpaq qatı məhv olub gedir. Elabaya müraciət edirsiniz. Eləmiş ki, deyir, gedin kimə istəyirsiniz, şikayət edin. Qariya sahibi əhaliyə milliyyətçi məsələlərlə də toxunur. Hələ mənə gör nə deyir? Mənə deyir ki, mən bizim Dədə Baba kanalımız deyir, sizin Dədə Baba kanalınız Azərbaycandadır, gedin orada istifadə edin. Batada gələn. Bizə də qəbul edir. Evet. Qaş qoyalım. Turba, arqa cəndə bodu etmək. Demir qaldı. Bizə də O turba məsələn, burada neçə dənə kariyer var, az bir 15 dənə kariyer var. Hamısı da oyunla işləyib gedir. Bunların bir dənə... Marneoli televiziyası tərəfindən ünvanlanan bütün sualları Gela Abuladze cavabsız qoydu. Problemin həlli yolunu tapmaq üçün Marneoli munisipalitetinin icra başçısının müavini və Kürdlər Ərazi Birliyinin sədri hadisə yerinə getdilər. Bundan bağlı mən onu demək istəyirəm ki, bu adam, o kanal bunu döyür, bunun teritoriyası döyür. Bu belə deyir ki, orada turba su xıram daşır, turbadan da su adlatmır, ona görə mənim yolum bağlanır, mən burada gəlib gedə bilmirəm. Mən müşahidə edir. Mənim bunun çıxış yolunu bundan görürəm ki, oraya 2 turba salıbsa da qoy əlavə olaraq tapanın itelini 3-cüyü salsın, lazımsa 4-cüyü salsın. O turba nə? O turba su çəkir də, mostdur da, körpüdür. Arxadan gələn su çəkir. Ona görə məsələn, bunun üçün əlində kəsin şey deyil. 2 dənə və ya bir dənə durba ora salsın, orada kəsdiyi yeri də açsın, cəmaat sulasın. O motor cəmaatın 1000 hektar yerini, Lejbədin kəndinin 1000 hektar yerini təmin edir. Qeyd olunan məsələ ilə bağlı icra başçısının müavini də şərhini bildirmədi. Lejbədin kəndinin 1000 hektara dək torpaq sahəsi Xram arxının suvarma sistemi ilə suvarılır. Suvarma arxından torpaq sahəsinə dək su 2 kəmərlə gedir. Problemi su problemidir. Hansı ki, bax, bizə gələn Xram kanalı var, Dədə Baba 100 illərin kanalıdır. Həmin bu kariyerin gəlsi bizim kanalı bağlayıbdır. Neçə dəfələrlə biz açdırırıq, o kanalı bağlayır. Onun özünə burada yol gedir. Buradan onun turbaları var. O turbalar suyu adlatmır. Əgər ona lazımsa da o turba 5 dənə qoysun. 2 dənə turba qovdu. Yaz su daşanda başlayır onun yolunu xarab eləməyə, bizim də kanalı bağlayır. Əgər ona lazımsa qoy o düzəltsin. O düzəltsin, turbalarını o saldırsın. Biz ona deyirik, o heç kimi saymır, heç kimdən də qorxmur. Neçə dəfələrlə deyir ki, gedin haraya sizin müraciət edin. Bu problem təxminən neçə aylık? Hardasa da 500. Lejbədinin Muğanlı kəndini təmin edir, bəli. Neçə ildir bu problem var? Hardasa da 5-10 ildir. 5-10 ildir bu problem gedir. Biz açır, kanalı o bağlayır ildən ilə, hər yaz. Fikriniz nədir bundan bağlı? Xahiş edirik ki, bir dənə yuxarı təşkilatlar bir ölçü götürsün. Sözü gedən qarşıdurmadan sonra Kürdlər İnzibati Birliyinin sədri bizim televiziyaya açıqlamasında bildirdi ki, problem həll olundu və əhali Xram arxında əlavə suvarma kəməri yerləşdirəcəklər. LTD rəhbərinin ərazini çirkləndirməyə nə qədər haqqı çatır, bunu bizə ətraf mühitin qorunması layihələrinin koordinatoru açıqlayır. Tullantıları əraziyə yığmaq üçün sahibkarın qanunla icazə sənədi olmalıdır və istər əhali, istərsə də media sənədi tələb etdiyi zaman sahibkar sənədi mütləq göstərməlidir. Sənədin mövcud olmadığı təqdirdə istənilən vəziyyətdə qanun pozuntusuna yol verilmiş sayılır və aidiyyatı sanksiyalar yerinə yetirilməlidir. Qanun çərçivəsində icazə alınan əraziyə görə heç bir problem yaradılmamalıdır və əhali arasında münaqişəyə yol verilməməlidir. Marneoli munisipalitetinin Böyük Muğanlı kəndində parkın reabilitasiyası planlaşdırılır. Layihənin həyata keçirilməsi məqsədi ilə yerli büdcədən 39.300 lar ayrılıb. Eşitdiyimə görə parkı düzəldəcəklər. Bunun üçün hər birinizə əmək keçən hər birinizə təşəkkür edirəm. Əlbəttə ki, bu kənddəki bütün uşaqlar hamısı gəlib bu kənddə gəzdiyi üçün məncə hamı da gələcək oynayacaqlar, bütün uşaqlar. Parkı yaxşı qayarın, düzəldin. Bizə də biraz su verin, çay içək, yaxşı oturaq, dincələk. Vətəndaş büdcəsindən əlaqədar olaraq bizim bu Sensevetliyə, birliyə proyekt planlaşdırıldı. 2017-ci ildə bu həyata keçməlidir. Baydar kəndi Muğanlıda parkda abadlaşma işi gedəcəkdir, istirahət üçün.
Uşaqların hüquqlarının qorunması üçün yerli imkanların gücləndirilməsi haqqında iyunun 2-si Marneolinin Mülki Məşğulluq Mərkəzində Avropa İttifaqının maliyyə dəstəyi ilə görüş baş tutdu. Görüşdə Qasımlı İctimai Məktəbinin 9, 10, 11 və 12-ci sinif şagirdləri qatılmışdı. Layihə çərçivəsində öyrədilən mövzuların hesabatı keçirildi. Hal-hazırda biz məktəbimizin müəllimləri və direktorun təşəbbüsü ilə yazılmış bir layihənin təqdimatı üçün buradayıq. Layihə çərçivəsində 4 ekskursiya doğurduq. Layihə başlığı uğurlu qadın, təhsilli qadın uğurlu gələcək üçün layihəmizin adı belədir. Layihə çərçivəsində 4 ekskursiyada gəzintidə olduq, lakin bu gəzinti üçün təşkil olunan ekskursiyalar deyildi. Təhsil üçün təşkil olunan nəzərdə tutulmuş ekskursiyalar idi. İlk əvvəl Tbilisidə Orientir kollecində olduq, sonra Tibb Universitetinə getdik, sonra İvan Cəvaxşvili adına universitetdə olduq. Universitetin kitabxanası, auditoriyası ilə dərindən, yaxından tanış olduq. Proyekt layihə çərçivəsində bir çox aktivliklər, bir çox fəallıqlar nəzərdə tutulmuşdu. Hansı ki, proyektin təqdimatını keçirdik kənddə, hansındakı valideynlər və övladları, xüsusilə qız övladları iştirak edirdi. Hətta həkim, hüquqşünas və layihənin yazılmasına təşəbbüs göstərən qadınlar və Uğurlu Qadın kimi Gənclər Mərkəzinin rəhbəri Rena Nurmamedova da iştirak edirdi. Layihə sənə nə verdi? Layihə mənə bir çox şeylər verdi, hansı ki artıq mənim həyat devizim, həyat şüarım var. Erkən evliliyi yoxdur, hər şey sənin öz əlindədir. Buradan gənc qızlarımıza səslənmək istəyirəm ki, erkən evliliyə yox desinlər, çünki hər şey onların əllərindədir. Məncə erkən evlilik cəhənnəmə gedən ən asan yoldur. Mən layihənin həqiqətən çox yaxşı dəyərləndirirəm və ümid edirəm ki, artıq bu layihədən sonra kəndimizdə erkən evliliyin miqdarı bir qədər azalacaq və artıq kəndimizdə və eləcə də Gürcüstanımızda, azad dövlətimizdə uğurlu qadınların sayı artacaq. Qasımlı İctimai Məktəbində bizim gender bərabərliyimiz və təhsilli qadın uğurlu gələcək üçün adlı layihə həyata keçirdik. Düşünürəm ki, bu layihə Qasımlının İctimai Məktəbinin qızlarına çox şey ifadə etdi. Onlar Tbilisidə ali təhsil ocaqları ilə tanış oldular. Bundan başqa Azərbaycanlı qadınlarla da uğurlu görüşümüz baş tutdu.